Salam hörmətli dostlar. Praqadan növbəti görüntünü paylaşırıq. Biz az əvvəl Lenin divarında idik. Maraqlı yerdi. O qədər böyük bir divar deyil. Kiçik bir divardır. Həll işlərdi. Kiçə sənəti üzərində. Burada meşəlik var. Gəlmişik ora baxmağa, necə yerdir. Çox çətindir qalxmaq. Gördüyünüz kimi aşağıda nə qədər yollar var, oradan qalxmışıq, qalxırıq. Yuxarıda da mənzərəni sizlə paylaşasıyam. Hara çatacağımız barədə. Maraqlı yerdir. Meşəlik, təbiət sevənlər üçün yaxşı yerdir. Gəlməyə dəyər. Şəhərin mərkəzindən bura 2 kilometrdir təqribi. Piyada gələ bilərsiniz. Asanlıqla. Adamı yoran burada qalxmaqdır. Bu pilləkənləri. Gördüyümüz kimi çoxlu pilləkənlər var. Xatırladım ki, Praqa haqqında görüntü izləyirsiniz. Praqanın gəzməli yerləri. Hara gedə bilərsiniz. Bundan əvvəl də müəyyən görüntülər paylaşmışıq sizlərlə Praqa haqqında. Gəzməli yerləri barədə. Söz verdiyimiz kimi növbəti gəzməli yeri sizlə paylaşırıq. Maraqlı yerlərdir. Təbiətdir, burada da sakitçilik. İstirahət sevən insanlar, təbiəti sevən insanlar gələ bilər bura. Nəticədə biz hara çatırıq, çataq, onu da sizlərlə paylaşacağım. Oraları da çəkək. Hər hansı bir sualınız olarsa, Praqa barədə, gəzməli yerlər barədə, əvvəlki görüntülərdəki İtalyan Milan şəhəri barədə və ya Budapeşt, Macaristan barədə, Viyana barədə, Bratislava barədə, Slovakiya, Avstriya və Slovakiya ölkələri barədə hər hansı bir sualınız olarsa yaza bilərsiniz, biz cavablandırarıq. Həmçinin xatırladım ki, kanalımız insanlara yardım etmək üçün nəzərdə tutulub. İnsanlara faydalı olacaq görüntülər hazırlayır və yerləşdirir. Kanalımızdan izləyə bilərsiniz. Həmçinin bu kimi Praqanın digər gəzməli yerlərini, Milandan görüntüləri, Budapeştdən görüntüləri, Gürcistan gəzməli yerlərini, Bratislava barədə görüntüləri. Həmçinin kanalımızda sizə faydalı olacaq 15 gün ərzində sürücülük vəsiqəsini almaq üçün nə etmək lazımdır? Görüntü ilə siz izah edirik. Əlavə olaraq Şengen vizasını asan almağın yolları izah olunub. Kanalımızda IELTS-a başlamaq istəyirsinizsə necə başlamaq lazımdır, onlar izah olunub. Hər hansı suallarınızı aşağıda qeyd etsəniz, cavablandırarıq orada. Və həmin görüntünün altında və ya bu görüntünün altında yardımcı olmağa çalışarıq. Deyəsən gəldik, çatdıq. Biraz istirahət edib, biraz da qalxmaq olar. Qalxıb baxasıyıq yəqin ki. Şəhərin görməli yerləri. Və burada yenə də şəhər əlinizin altındadır. Burada oturmaq üçün yerlər də var, istirahət üçün. Uğurlar hər birinizə, ümid edirəm ki, faydalı oldu. Növbəti şəhərdə və ya faydalı görüntülərdə görüşənədək kanalımızı izləyin ki, bu kimi faydalı görüntülər yükləndiyi zaman sizə məlumat gəlsin. Və həmçinin görüntü sizə faydalı olursa, bəyənsəniz şad olarıq. Uğurlar, görüşəndəki növbəti görüntülərdə.
Özünüzə yaxşı baxın.